Deməli, əziz şagirdlər, 72 nömrəli suala baxırıq. Bu bizim üçün ikinci şans imtahanında düşə bilən sual tiplərindən biridir. Müsbət sıfır yükünü burada gəzdirir sahədə. Bizə deyir ki, nə zaman burada potensial enerji artar? Burada əsas sualın hiləsi nədir? Siz baxırsınız ki, görülən iş harda mənfidir. Əgər görülən iş mənfi tapsaz, deməli o yerdə potensial enerjinin dəyişməsi nədir? Müsbətdir. İndi gəlin baxaq BC hissəsinə. BC hissəsinə fikir verin. Bax, bu müsbət yükdür. Müsbət yükü gətirdim bura. B-dən C-yə aparıram. İndi bu müsbəti itələyir. F bu istiqamətdə, yer dəyişmə də C-yə doğru. Deməli, bunlar arasındakı bucaq 0 olduğuna görə, yəni F ilə S eyni istiqamətdə yönəldiyinə görə burada görülən iş müsbətdir. Amma bizə görülən işin mənfi hissəsi lazımdır. BC-ni atdıq. İndi gəlirəm C-dən D-yə, bir də B-dən A-ya dostlar. Burada fikir verirsinizsə, çevrə üzrə hərəkət edirik. Çevrə üzrə hərəkətdə görülən iş sıfıra bərabərdir. Çünki, baxın, burada qüvvə bu istiqamətdə yönəlir. Yer dəyişmə perpendikulyar. Aradakı bucaq 90 dərəcə olduğundan burada hər hansı bir iş görülməsi baş vermir. Qaldı DA. DA-ya gəlin fikir verək. Bax, bu DA-ya fikir verəndə, bax, fikir ver. Bu D-dən A-ya doğru gəlir. Yəni, bax, onun yer dəyişməsi bu istiqamətdədir, amma müsbət yükü itələyir. Yəni, qüvvə əks istiqamətdə yönəldi. Bunlar əks istiqamətdə yönəldiyinə görə burada görülən iş nədir? Mənfidir. Potensial enerjinin yiyəcək artmış olacaq. Düzgün cavab B variantı.